Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz bu videomuzda sizlərlə Güvən Nəşrləri test toplusundan cinsiyyət sisteminə aid olan testlərin izahlarını verəcəyik. İzahlara keçməmişdən öncə qeyd etmək istəyirəm ki, aprel ayının birindən inşallah sürət qruplarımızla dərslərimiz başlayacaq. Qoşulmaq istəyənlər 055 634 7341 nömrələri ilə əlaqə saxlaya bilər. Demək, birinci sualda bizə deyir ki, insanın dölü ciftə nə vasitəsilə birləşmiş olur? Təbii ki, göbək ciyəsi vasitəsilə birləşir. Cavabımız C bəndi olaraq götürəcəyik. İkinci sualda bizə deyir ki, insanda embrional inkişafın başlanğıc dövrü başa çatır. Başlanğıc dövrü başa çatır. Harada yəni başa çatır? Uşaqlıqda başa çatır. Yəni cavabımız D bəndi. Proses olaraq implantasiya ilə başa çatardı. Üçüncü sualda üçüncü sualda bize deyilir ki, əgər cift əmələ gəldiyi gündən qana hormon ifraz etsəydi, onda o cəmi neçə ay daxili sekresiya rolunu oynayardı? 7 ay, yəni Y bəndi olacaq. Üçüncü sualda bizim cavabımız. Dördüncü sualda insanda ziqot əmələ gəlir uşaqlıq borusunda, yəni cavabımız D bəndi olacaq. Beşinci suala gəlirik. Beşinci sualda bizə deyir ki, şəklə əsasən səhv mülahizəni müəyyən edin. Deməli, bətndaxili inkişafı Rüşeym dövrü M-də başlayır. Rüşeym dövrü uşaqlıqda başlayır. Bu doğru bir fikirdir. Sarı cisim L-də əmələ gəlir. Sarı cisim yumurtalıqda yaranır. Bu da doğru bir fikirdir. Daha sonra mayalanma prosesi M-də baş verir. Mayalanma uşaqlıqda yox, K-da, yəni boruda baş verər. Yəni bu fikir səhv variantdır. C bəndi olaraq seçəcəyik 5-ci sualı. Sonra nə deyir burada? D bəndləri fərdi inkişaf K-da başlayır. Fərdi inkişaf, yəni ontogenez mayalanmadan başlayırsa bu boruda olacaqdır. Doğrudur. Ovulyasiya prosesi L-də baş verir. Bəli. Yumurtalıqlarda yumurtlama prosesi, yəni ovulyasiya prosesi baş vermiş olur. Altıncı sualda insanın çoxalmasına aid mülahizələrdən hansı səhvdir? Yeni doğmuş qızların hər yumurtalığında 350-500 yetişməmiş yumurta hüceyrə olur. Yəni səhv variant budur. Hər yumurtalığında 400 min yetişməmiş follikul olur. Bu cür qeyd olunmalıydı. Cavabımız A bəndidir. Digər fikirlərdə təbii ki, doğrudur. 7-ci sualda qadın cinsiyyət sisteminə aid deyil, prostat vəzi kişi cinsiyyət orqanlarına aiddir, sisteminə aiddir. Yəni bu şəkildə D variantı olur bizim cavabımız. 8-ci sualda uşaqlıq borularının axarları hara gəlib açılır? Təbii ki, uşaqlığa gəlib açılacaq. Cavabımız B bəndi. 9-cu sualda insanın embrional inkişaf dövrünü qəbul etsək, bətndaxili inkişafın dövrü N-dən 2 ay olan rüşeymi dövrünü çıxmalıyıq. 7 ay dövrü qalmalıdır. Yəni cavabımız A bəndi. 10-cu sualda qızlar doğulduqdan sonrakı inkişafı neçənci dövründə cinsi yetişkənliyə çatırlar? Yəni bu şəkildə yeni doğulma dövrü, südəmər dövr, yaslı dövrü, məktəbə qədər dövr, məktəb dövründə 5-ci dövrdə cinsi yetişkənliyə çatmış olurlar. Yəni cavabımız Y bəndi olacaq. 11-ci sualda oğlanlar doğulduqdan sonraki inkişafın neçənci dövründə cinsi yetişkənliyə çatır? Yenə bu da cavabımız məktəb dövrüdür. Yəni 5-ci dövr olacaq. Bizim cavabımız D bəndidir. 12-ci sualda kişi cinsiyyət sisteminə aid deyil, follikul qadın cinsiyyət sisteminə aid ola bilər. Kişilərdə follikul olmaz. 13-cü sualda insanda embrional inkişafın dövrü neçə ay davam edir? 7 ay davam edir. Cavabımız B bəndi. 14-cü sualda insanın normal bətndaxili inkişafı neçə aya başa çatır? 9 aya başa çatmış olur. Yəni cavabımız C bəndi olacaq 14-cü sualda. 15-ci sualda insanda sarı cisim harada əmələ gəlir? Sarı cisim əmələ gəlir yumurtalıqda, yəni cavabımız A bəndi partlamış follikulun yerində əmələ gəlirdi. 16-cı sualda qadının uşaqlıq borularında baş vermir. Ziqotun mitoz yolu bölünməsi baş verir. Ovulyasiya
boruda baş verməz, yumurtalıqda baş verər. Yəni cavabımız B bəndi olacaq 16-cı sualda. Mayalanmadır, rüşeyimin əmələ gəlməsidir, rüşeyimin uşaqlığa doğru hərəkətidir, boruda baş vermiş olacaq. 17-ci sualda aybaşı siklinin ikinci 14 günü içərisində nə baş verir? Folikul yetişir, xeyir, ovulyasiya baş verir, xeyir, sarı cisim hormon hazırlayır, bəli. Cavabımız C bəndi. Aybaşı da baş vermir, yumurta hüceyrə yetişmir də, yəni bu şəkildə qeyd elədik. 18-ci sualda insanın embrional inkişafının hansı mərhələsi və ya mərhələləri uşaqlıq borusunda başlayır? Boruda başlayır başlanğıc dövr. Bir dənə bu. Rüşeym dövründə, döl dövrüdə, uşaqlıqda başlayır. Yəni cavabımız yalnız 1, B variantı olacaq. 19-cu sualda insanın embrional inkişafının hansı mərhələsi və ya mərhələləri uşaqlıqda başlayır? Rüşeym dövründən döl dövrü, yəni cavabımız burada A bəndi olaraq götürüləcək. Gəldik 20-ci suala. Burada bizə deyir ki, insanda bətindaxili inkişafın rüşeym dövrü harada başlayır? Rüşeym dövrü uşaqlıqda başlayacaq, yəni cavabımız D bəndi olaraq götürüləcək. 21-ci sualda skelet və əzələlərin güclü inkişafı uşaqların hansı yaş dövründə müşahidə edilir? Məktəb dövründə daha yaxşı müşahidə edilmiş olur. Çünki yeniyetməlik dövründə inkişaf daha sürətli getmiş olur. Orada akselerasiya falan da var idi. Mühit amilləri təsir edirdi müsbət, mənfi şəkildə. Bu cür qeyd elədik. 22-ci sualda ikinci cinsiyyət əlamətləri meydana çıxması uşaqların hansı yaş dövründə müşahidə olunur? Yeniyetməlik dövrüdür ki, bu da məktəb dövrünə təsadüf edir. Cavabımız D bəndi. Üçüncü sualda sperma nədir? Sperma spermatozoidlərlə prostat vəznini ifraz etdiyi mayenin qarışığıdır. Yəni cavabımız Y bəndi olaraq qeyd eləmiş olacağıq. 24-cü sualda mayalanma baş tutubsa bu zaman zigot harada ola bilər? Təbii ki, mayalanma başlanır. Zigot uşaqlıq borusunda olacaq. Yəni cavabımız C bəndi şəklində götürmüş oluruq. Davam edirik. 25-ci sualda ovulyasiya 28 günlük aybaşı siklinin neçənci günündə baş verir? 14-cü günündə, yəni cavabımız C bəndi olacaq. 26-cı sualda 28 günlük aybaşı siklinin 14 günün folikulun yetişməsini, 14 gün isə sarı cismin hormon buraxmasına sərf olunmuş olur. Cavabımız B bəndi olaraq götürüləcək. 27-ci sualda uşağın doğulduqdan sonraki inkişaf dövrlərindən ən az davam edəni hansıdır? Yəni bu şəkildə bizdən soruşub, ən az davam edəni yeni doğulma dövrüdür və yaxud da buna biz çağa dövrü demiş oluruq. Yəni cavabımız B bəndi şəklində qeyd edirik. 28-ci sualda bizə deyir ki, şəklə əsasən doğru bəndi müəyyən edin. Bir başlıq hissəsidir spermatozoidin, iki boyuncuq hissəsidir. Üç də nə olur? Quyruq hissəsi olur. Yəni cavabımız A bəndi. 29-cu sualda 14 ildə uşaqlığa nə qədər yumurta hüceyrə düşər? Hamiləlik baş verməmişdir. Aybaşı sikli 28 gün davam edir. 28 günlük sikldə 1 ildə 13 yumurta hüceyrə yetişirdi və hamiləlik baş vermişsə hamısı uşaqlığa düşəcək də, yəni. Həmin bu 13-ü də vuranda 14 ilə cavabımız nə edəcək? Burada 100 deməli 130, bunu da 4-ə vuranda 52, 182. Yəni A bəndi olacaq bizim cavabımız. 30-cu sualda insanda hansının sayı təkdir? Toxumluq cütdür, toxum kütləsi cütdür, toxum axacağı cütdür, uşaqlıq borusu cütdür, prostat vəzi isə təkdir. Cavabımız D bəndi olur. 31-ci sualda qadın orqanizmində normal halda 28 günlük sikldə neçə ovulyasiya baş verir? Bir dəfə ovulyasiya baş verir. Cavabımız A bəndi. Bir il ərzində maksimum neçə aybaşı sikli baş verər? 28 günlük sikl şəraitində və hamiləlik yoxdursa 13 dəfə. Cavabımız B bəndi olacaq. 33-cü sualda insanda aybaşı fazasının başa çatması ilə
Sarı cismin hormon ifraz etmeye başlaması arasında minimum ne kadar vaxt keçir? Minimum 9 gün vaxt keçmiş olur. Ona göre de cevabımız A bəndidir. Yəni minimum deyirsə aybaşı fazasını 5 gündən götürək. 14-cü gündən sonra da artıq sarı cisim hormon ifraz etmeye başlayır. 14-dən də 5-i çıxanda 9 qalır. 34-cü sualda sağlam qadın orqanizmində baş vermiş ovulyasiyaların sayı 234-dür. Mən 234-ü bölürəm 13-ə və tapıram ki, burada 23-də 13 bir dəfə, orada qalır 10, 104-də də 8 dəfə. 18 ildir ki, bu proses baş vermiş olur. Deyir ki, cədvələ siz bu qadının ən azı neçə yaşı olduğunu hesablayın. Ən az yaşı istəyirsə 10 yaşdan başladığı nəzərə alıb, onun üzərinə 18-i gələcəyik, 28 yaşı olduğunu deyəcəyik. A bəndi. 35-ci sualda da sağlam qadın orqanizmində 260 dəfə ovulyasiya baş veribdir. 260-ı böləcəm 13-ə, bir ildə olan ovulyasiyaların sayı tapacağım ki, 20 ildir bu proses baş verir. Qadının neçə yaşı ola bilməz deyir. Minimumla götürəndə 10 yaşın üzərində 20-ni gəlirəm 30. Maksimum götürəndə 12-nin üzərinə 20 gəlirəm 32. 32. İndi burada necə deyim sizə, 30 yaşdan böyük olmalıdır da. Yəni burada düzdür, kitabımızda 10-12 yaş deyir. Ola bilər ki, qadında 13 yaşda başlasın, 14 yaşda başlasın. İndi fərqli-fərqlidir. Amma 10 yaşdan tez baş verə bilməz. Ona görə 30 yaşdan az bu qadının yaşı ola bilməz. Yəni cavabımız C bəndi olaraq götürəcəyik. 36-cı sualdır. İnsanda ziqot çox hüceyrəli rüşeymə çevrilməyə başlayır. Təbii ki, uşaqlıq borusunda cavabımız D bəndi olacaq. Gəldik. 37-ci sualda deyir cümləni tamamlayın. Demək, uşaqlığa düşən rüşeym burada 2 gün qaldıqdan sonra selektiv qişasına daxil olub ona yapışır ki, burada implantasiya deyilir. 2, 4, yəni cavabımız B bəndi. 38-ci sualda insanın inkişaf dövrlərindən hansı bilavasitə uşaqlıq dövründən sonra başlayır? Bilavasitə təbii ki, nə olacaq? Gənclik dövrü, yəni cavabımız C bəndi olaraq götürəcəyik. 39-cu sualda qadın cinsiyyət sistemində sarı cisim hansı rəqəmlərlə qeyd olunmuş orqanlarda əmələ gəlir? 2 və 5-də. Yəni bunlar ikisi də yumurtalıqdır. Cavabımız B bəndi. 40-cı sualda nöqtələrin yerinə neçə yazılmalıdır? Yeni doğmuş qızların yumurtalıqlarında 800 minə qədər yetişməmiş yumurta hücrələri olur. Onlardan yalnız 350-500 ədədi yetişə bilir. Cavabımız Y bəndi. 41-ci sualda insanda bətəndaxili inkişafın dövrlərini davam etmə müddətinin azalma sırası ilə düzün. Döl dövrü 7 aydır. Rüşeym dövrü 2 aydır. Başlanğıc dövr demək 6-7 gündür. Döl dövrü, sonra rüşeym dövrü, sonra başlanğıc dövrü. 1, 3, 2. Yəni cavabımız C bəndi olur 41-ci sualda. Gəldik. 42-ci sualda bizə deyir ki, yumurtalıq, toxumluq bunları Venn diaqramına görə uyğunlaşdır. Spermatozoid və kişi cinsiyyət hormonlarını hazırlayır. Toxumluqlar 3-ə aiddir A. Hormonları ikincili cinsiyyət əlamətlərinin inkişafına səbəb olur. Hər ikisində 2-yə aiddir B. Çanaq boşluğunda yerləşir yumurtalıqlar. Axacaqları sidik kanalına açılır toxumluqların. Qarışıq sekresiya vəsidir hər ikisi. 1-ə C, 2-yə B, Y, 3-ə A, D. Yəni cavabımız B bəndi olacaq. 43-cü suala gəlirik ki, burada bizə deyir ki, uşağın fiziki və əqli inkişafının sürətlə getməsinə mənfi təsir göstərmiş olur. Az hərəkətli həyat tərzi keçirmək, yəni cavabımız D bəndi. Qadın orqanizmində tək sayda olur. Uşaqlıq borusu 2 dənədir. Uşaqlıq yolu 1 dənədir və uşaqlığın özü 1 dənədir. Yumurtalıqda 2 dənədir. Yəni cavabımız A bəndi.
Qapalı tipli test tapşırıqlarına gələk indi. 12 dənə də sual burada var. Demək, bizə deyir ki, əgər orta yaşlı sağlam qadın orqanizmində aybaşı sikli 26 gün davam edərsə, onda bu qadının bir yumurtalığında normal halda 6 ildə maksimum neçə yumurta hüceyrə əmələ gələr? 26 günlük sikldən deyəndə mən 1 ildə 365 günüm var. Bunu 26-ya böləndə bu təqribən eləyir 14. 14 dənənin 7-si bir yumurtalıqda, digər 7-si də digər yumurtalıqda baş verir də. Ona görə bir yumurtalığın iştirakı ilə deyəndə 6 il ərzində 6-nı da vuracam 7-yə, cavabım eləyəcək 42 yumurta hüceyrə əmələ gələr. Hamiləlik baş verməyib təbii ki. İkinci sualda deyir ki, qadın orqanizmində bir il müddətində minimum neçə follikulda müvəqqəti daxili sekresiya vəzisi əmələ gələr? 13 follikulda təbii ki, neçəsində olmalıdır ki? 13 follikulda, çünki bir il ərzində 28 günlük sikldə 13 dəfə follikul yetişir və bu follikulların yerində də sarı cisim əmələ gəlmiş olur. Üçüncü sualda aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində 10 il ərzində hər iki yumurtalığın iştirakı ilə neçə follikul yetişər? Bir ildə 13 dənəsi yetişirsə, onu vuracağıq 13-ə, cavabımız eləyəcək 130. Dördüncü sualda deyir ki, sağlam qadının yumurtalığında 2 il müddətində minimum neçə yumurta hüceyrə əmələ gələr? 28 günlük sikl şəraitindədirsə, yenə 2-ni vuracağıq 13-ə, tapacağıq 26. Sonra 5-ci sualda orta yaşlı sağlam qadın orqanizmində rüşeyimin uşaqlığın serikli qişasına yapışmasından əvvəl baş verir. Yəni ki, implantasiyadan əvvəl baş verir. Rüşeyim dövrü başlamayıb, yəni. Onu sizdən soruşur. Ovülyasiya təbii ki olacaq. Cift əmələ gəlməyəcək. Mayalanma olacaq. Zigot bölünəcək. Göbək ciyəsi əmələ gəlməyəcək. Cavabımız 1, 3 və 4 olacaq. 6-cı sualda uşağın doğulduğundan sonraki inkişaf dövrlərini ardıcıllıqla düzün. Yeni doğulma və yaxud da çağa dövrü, sonra südəmər dövr, sonra bağçaya qədər dövr, sonra məktəbə qədər dövr, sonra məktəb dövrü. 4, 1, 5, 3, 2. 7-ci sualda deyir ki, düzgün ifadələri seçin. Erkək cinsiyyət hüceyrələri toxumluqlarda əmələ gəlir. Bu doğrudur. Mayalanma uşaqlıq yolunda baş verir. Yolunda yox, borusunda. Erkək və dişi qametlərin birləşməsi ovülyasiya adlanır. Xeyr, mayalanma adlanır. Prostat vəzi spermatozoidlərin hərəkətini aktivləşdirən maddə ifraz edir. Doğrudur. Cavabımız 1 və 4 olaraq götürüləcək. 8-ci sualda sağlam qadın orqanizmində proseslərdən hansının baş verdiyi yer doğru verilmişdir. Ziqotun əmələ gəlməsi borudadır. Düzdür, mayalanma uşaqlıqda deyil, borudadır. Ovülyasiya yumurtalıqdadır. Ciftin əmələ gəlməsi uşaqlıqdadır. Yəni cavabımız 1 və 3 olaraq götürüləcək. 9-cu sualda bizə deyilir ki, düzgün mülahizələri seçin. Qadın orqanizmində mayalanmanın baş verdiyi orqan cüt saydadır. Uşaqlıq borusudur, cütdür. Orqanda dölün inkişafı baş verir. Xeyr. Orqan rüşeyin uşaqlığa düşməsini təmin edir. Bəli. Orqan müvəqqəti daxili sekresiya vəsidir. Xeyr. Cavabımız 1 və 3 olaraq götürəcəyik. 10-cu sualda nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edir. İnsanda hamiləliyin nöqtə-nöqtə ayının sonunda xovların bir hissəsindən cift əmələ gəlir. Yəni, burada ikinci ayın sonunda olmalıdır. Birdən başlayırıq. Ciftin əmələ gəlməsi ilə döl dövrü başlayır. 3. Bu dövr 7 ay davam edir. 5. Yəni, cavabımız 10-cu sualda 1, 3, 5 şəklində olacaq. 11-ci suala gəlir. Uyğunluğu müəyyən edin. Davam etmə müddəti deyir 2 ildir. 2 ildir yaslı dövrü 1 yaşdan 3 yaşa qədər. Sonra 4 həftədir yeni doğulma dövrü və yaxud da çağa dövrü. 11 aydır südəmər dövr, Y bəndi. 1-ə D, 2-yə A, 3-ə Y şəklində qeyd elədik. 12-ci və sonuncu suala gəlirik. Burada da deyir ki, uyğunluğu müəyyən edir. İnsanda deyir, ziqot bir hüceyrəlidir, A bəndi.
Uşaqlıqda 2 gün sərbəst qaldıqdan sonra onun divarına yapışır. Bu yəni rüşeymə aid edə bilərik. Başqa heç nəyə aid edə bilmərik. Maynama nəticəsində əmələ gəlir. Yenə ziqot. e, Yumurtalıqda əmələ gəlir. Heç biri ana bətnində inkişafı başa vurduqdan sonra doğuş başlayır. Dölün. 1-ə AC, 2-yə B, 3-ə də yeni aid eləmiş olduq. Belə əzbərim. Bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.